2025-ci ilin Azərbaycan Respublikasında Konstitusiya və Suverenlik ilə elan edilməsi münasibəti ilə Baş Prokurorluğun və Elm və Təhsil Nazirliyinin birgə təşkilatçılığı ilə Qarabağ Universitetində Ulu Öndər Heydər Əliyev və Suveren Azərbaycan mövzusunda konfrans keçirilib. Konfransı açan Qarabağ Universitetinin rektoru Şahin Bayramov çıxışında Prezident İlham Əliyevin rəhbərliyi ilə Azərbaycanın suverenliyinin tam bərpasından sonra Xankəndidə fəaliyyətə başlayan Qarabağ Universitetinin qarşısında dayanan prioritetlərdən bəhs edib. Rektor qeyd edib ki, Qarabağ Universiteti yalnız ali təhsil müəssisəsi kimi deyil, həm də regionun elmi-intellektual mərkəzi kimi formalaşmaq yolundadır. Elm və Təhsil Naziri Emin Əmrullayev çıxış edərək Heydər Əliyev irsinin təhsil sistemində milli ideologiyanın və dövlətçilik dəyərlərinin formalaşmasındakı rolunu diqqətə çatdırıb. Baş prokuror Kamran Əliyev çıxışında Ulu Öndər Heydər Əliyevin Suveren Azərbaycanın hüquq əsaslarının formalaşdırılmasında müstəsna tarixi rolunu, Qarabağ bölgəsinə və ümumilikdə ərazi bütövlüyümüzə dair prinsipial mövqeyini qeyd edərək, bu siyasətin Prezident İlham Əliyev tərəfindən uğurla davam etdirildiyini qeyd edib. Qarabağ tam azad olunduqdan sonra, lokal terror əməliyyatlarından sonra möhtərəm Cənab Prezidentin ilk sərəncamlarından biri Qarabağ Universitetinin yaradılması, möhtərəm Cənab Prezidentin gəncliyə, bizim gənclərə diqqət yetirməsinin göstərişidir. Daha sonra Qarabağ Universitetinin maarifləndirmə və hüquq mühafizə tədbirləri yolu ilə ətraf mühitin gücləndirilməsi layihəsinə qoşulmasına dair tərəfdaşlar adından Baş prokurorun müavini Heydər Məmmədovla həmin təhsil müəssisəsinin rektoru Şahin Bayramov arasında memorandum imzalanıb. Konfransda Baş Prokurorluq və Azərbaycan Televiziyası Qapalı Səhmdar Cəmiyyəti ilə birgə ərsəyə gətirilmiş Azərbaycanın Suverenlik Yolu adlı qısa metrajlı sənədli film nümayiş etdirilib.